2 markalı kvadrat etənin sualının izahına baxırıq. Deməli, burada modulla t-ni 1 olsun t. Onda olur buradan 5t kvadrat çıxılsın 4t çıxılsın 12 bərabər 0. İndi buradan yəni diskriminant namını tapsaq 16 çıxılsın 4 vurulsun 5 vurulsun mənfi 12. Bu da eləyir kök altında 256. Bundan da çıxır 16. Gətir burada indi yəni kökləri tapa bilərik. Buradan t1 bərabərdir 4 plus 16 bölünsün 10. Bu eləyir 2. Buradan 416 bölünsün 10. Yəni bu da eləyir mənfi 1,2. İndi ancaq ki baxın cavablarımız bunlar deyil. Biz burada modulla t'yə demişik. Yəni t. Buradan indi bərabərdir bir dəfə 2-yə, bir də bərabərdir mənfi 1,2-yə. Ancaq moduldan mənfi çıxa bilməz. Ona görə də burada olacaq 2. Bu isə kənar kökdür. İndi baxırıq bu suala. Bu sualı isə kök x-a bir t-yə buradan olacaq. Yəni t kvadrat çıxılsın 3t plus 2 bərabər 0. Burada indi cəmi 3 hasili 2 olan rəqəmlər. Bu da 1 ilə 2-dir. İndi buradan yenə gətir, buradan yerinə qoyacağıq. Bərabər 2 bərabərdir 1. İndi burada da bir dəfə olacaq 4, bir dəfə də olacaq 1. Yəni cavabımız 4 və 1.